Herkese salam, YouTube kanalıma xoş gəlmisiniz. Bugün yenə mən, anam və bizim qohumlarımız yenə gedirik səyahətə, tura. Hara gedirik? İsmailiyə gedirik. Geldik, çatdıq birinci məkan Kandoraya. Bura piknik zonası olarak gedir. Bu şəkildə bir gölün ətrafında belə bir zonadır. Sadəcə piknik zonasıdır. Yəni yemək içməyi özümüzdən gətiririk. Burada bizə bir növ şərait yaradıbdılar. Belə bir göldür. Burada gəldiyimiz yer Kandora haqqında məlumatlar olan bir lövhədir. Yəni bura haqqında məlumatlar olan. Şəkil çəkdirdi. İndi bunlara baxın, bunlara. Dırmaşıblar. Buna baxın dostlar. Canım anam, canım anam. Oradan yıxılarsan başın dəyər yerə. Səsləndirməmiz də var. Gəl Ankara, Ayka. Götür, mən götürəm. Axtarışdayıq. Bizimkilər yeni yollar kəşf eləyibdilər. Gölün qırağı ilə. Bizi dəvət eləməyibdilər. Bak, burada pləkəndə var, yuxarıda çıxmağa qoyurlar. Deməli, samovarımız gəldi, çayımızı içdik. İndi düşürük. Burada Kandorada günə baxan zonası var. Yəni, full belə günə baxanlar da çox qəşəng. İndi düşürük ora baxmağa, həm də qəşəng şəkillər çəkməyə. Çay gözlədik. Burada dəqiq. Bilgilendirme. Yaşar, samovar çay gözlədik. Oydaydı bir dəfə. Təmizləndi. Alınmadı. Gözeti alınmadı ki. Yəni bir təhər düzdüm boş. Deməli, yolda gələndə bir dənə maşın 07-06 belə bir maşın idi. düz gedirik, normal orta yolla gedirik. Orta zolaqla bəli, çalın. Maşın gəldi belə keçdi qabağımıza şok. Heç pavaretnik zad yandırmadan. Şok keçdi qabağımıza. Birdən-birə də tonumuz verdi. Və əli ilə orada Pis taxıl deməyə hərəkətlər göstərdi bizə deyəndə ki, bizə şoförə. Biz də sonra bizim şoför düşdü, dalaşdılar əməlli başlı bu şoförü itələdi, belə vurmaq istədi. Nəysə nə başımıza ağrıdaq. Bu itələdi bizim şoförü. Sən bizim şoferimizdir. Sən kimsən bizim şoförü itələyirsən? Nəsə əlbəyaxa dava getdi. Bu qapıda bağlıdır. Biz qapını çox bilmirik də ki, biz də bir şeylər eləyək. Biz də əlləmirik ki, bu da maşın xoddadan nəsə olur. İləri sürücüsünə bax bir də qapını bilmirik. Yekü qaza qapısı. Düşdü, bizim şoför sakit düşdü. Bu birbaşa üstünə cumdu da, yəni. Əməl başda əl qol atdı. Mən də bir baxım, yekəçsən. Sən iki dənə söz deməli deyə bilmirsən ki. Bunun yanında da bir dənə oğlan var idi. Bu da heç nə eləmir. Bu da araladı da. Bir də amca axırdan gördü ki, söhbət çoxdur, axırdan axıra. Təsəvvür şofer elə, o birisi şofer də elə coşubdu ki, qıpqırmızı, fəhdəsi qıpqırmızı, deyirəm o pomidorkalar oxşayır. Çox uzatmadı. Biz də tez, belə pis çıxması, işvələnliyi xoşlanmıram amma bəd xəbər olmasın. Amma tez maşının plakasını da çəkdik, nömrəsini də çəkdik. Orada yolda da polis vardı, ona da dedik. Sonra maşın saxladıq. Polis sürdülər ki, onu geçsin, qəşəng cəriməni iyisini aldı. Telefondan güyaçı mahnını qoşubdular, səsi də çıxmır. Qıraqdan konkret dəli kimi görünürlər. Bilməyənlər üçün mahnı, ay Allah, nə dilbər, bu nə dilbər. Gəlmişik burada Asma körpüyə. Burada belə yol üstü belə satırlar. Buradan belə baxıratlar, nane cöfər gibi şeylər. Böyle yol qırağı belə texna. Burada Asma körpüdür. Asma körpünün girişi deyir 2 manat. 2 manat bahadır bir dənə körpü üçün. Bir olsa girərdim. Orada dağ. Baltası geçeydi özde ya. O sebebiyle. Yox, yox, Koy aynı siyasette 17'si yok. Bunu alacağım dostlar. Koy.
Belə də var burada. Rus bunun içine içine girmeyecek. 15'i. Gələn bazar Kart deyil, qəpik. altın- Bəsiniz də açar. Sen cansın. Buranın mənzərəsi də çox qəşəngdir. Şəlaləyə gedən yolda yol kənarı bir yerdir belə. Qutab falan bişirirlər. Biz də oturduq burada. Bəzi məhsul almışıq. Ürəyimiz qutab istəyirdi, qutab aldıq. Göy qutabı 1.50-dir. Ət, qarın 2 manat, ət 3 manat. Biz göy aldıq. Mənim çox ən sevdiyim göy qutabı da yağlı. Smaq burada. Burada belə yol qırağında atlar da var. Yəqin ki, sürmək istəyənə, ödənişləndə çatmaq istəyənə daha doğrusu. Bura bir piknik restorandır. Bu şəkildə məsələn içində yəni bir restoran yaradılıb və buradan dümdüz yol şəlaləyə qalxır. Burada belə bir voleybol oynamağa da yer var. Belə yerləncəklər var yerlənmək istəyənlərə. Çox qəşəng çababın iyisi, samavarın iyisi gəlir. Bu da mayma. Tez yerləncəyə getdi, yerlənir. Bu hissə belə axır. Biz də hələ belə gedirik. Konkret dağları, daşları aşırıq. Bu yollar dırmaşa gəlirik. Ne yollardan keçdi. Fərhad bu yollardan keçməyib. Şirinə çatmağa deyir. Ne yollardan keçirik ilahi. Bir də bu yolu qayıtmaq var da yəni. Əsas məsələ bu yolu qayıtmaqdır. Bura ən rahatıdır da yəni. Dik yollar qalxdıq, o dik yollar düşməkdir məsələ. İnşallah bir tərəfimizi qırmayacaq. Hər şey bu şəlaləni görmək üçün idi. Biz burada dayanırıq. Çünki buradan o tərəfə konkret istana keçməkdir. Mən başışmadı mənim. Oraya biz istana bilmərik. Yox, Krasovkadadır direkt. Mən də ki Pasanuşkadayam və direkt sürüşəcəm yəni istansam. Ona görə ölçməm, sizə gələcəm. Hava yayı. amma çox qəşəngdir. Dəyərmi bilmirəm. Evet. Küçük deniz, küçük deniz. Burada çəkək həqqi. Çəkdi yox məncə. Rengi gel. Renk aklımda gelecek gel. Yaşlı bak. Dur oyna. Gözü koyun alayım. Onu vereyim. İndi isə gəlmişik Şəlalə ailə bir istirahət mərkəzinə, abed üçün, günorta yeməyi üçün. Burada da günorta yeməyi yeyəcəyik, belə bir yerdir. Yuxarı. Elit bir məkana gəlmişik. Blokdan bəllidir, bəli. Bir biz varıq burada. Sabah Da dönürlər deyir. Qəşəng olur. Orada da sonra deyir. çok qəşəng blog görüyorum. Aydınlandı da izləyənlər, yəni aydınlandı. Bildi ki, bura nəyə niyə gələcək. Hə, biz bura yemək yeməyə gəlmişik. Yəni nə deyə bilərik ki başqa? Sizin qiymətini deməliyik. Döymədən deyir. 9 manatdır. Bir şiş 9 manat. Bir şişi 9 manatdır dostlar. İndi aldı. Bu konuyla konuşacağım. Deməli dostlar, Şəlalə demişdim də restoran. Bura restoran olaraq belə tam gəlin buranı gəzin, görün, maraqlı yerə yox.
Amma yeməyi həqiqətən dadlı idi. Düzdür, təkcə kababları var, bir də saç falan da var. Saç gec gəldi, bir saata gəldi, istəmədik onu. Təxminən 25-30 dəqiqə kabab gəldi. Dadlı idi, həqiqətən yeməklər dadlıdır. Yəni o baxımdan sırf ləzzət axtarırsınızsa gəlib yeyə bilərsiniz. Amma belə ətrafında gəz, gör, bir şeylərlə vaxt öldür, bir şey eləmək üçün ya belə bir yer deyil. Məsələn, bəzi restoranlar var ki, meşənin içindədir, içində yerlər var, nə bilim, yerləncə park falan düzəldiblər, insan çəkir, baxır, göl var məsələn, çay axır, belə şeylər burada yoxdur. Biraz yuxarısında belə yuxarıdan aşağı baxanda çay axan bir hissə var. Çıxmaq, baxmaq olar amma ümumi olaraq sadəcə yemək. Məsələn, menyuları da yoxdur. Elə özü sayır, deyir, 3-5 dənə şeydir. Məsələn, menyu hazırlama gereği də duymayıblar. Belə. Burada hündür bir yerdə özümüzə belə yer tapmışıq. Elə ki, bizimkilər burada aşağıdadılar. Biz gəzdik, burada belə yer tapdıq. Çox qəşəng, sərin, dincəlməliyik. Amma adam yemək yeyəndən sonra dəhşət yuxu çökür. Makyaj da falan qalmadı üzümdə. Nə allıq, nə konsiler, nə tuj, yalandan da yəni. Happy. İndi isə gəlmişik İsmailinin Baskal kəndinə. Başlayacağıq buranı gəzməyə. Bura qədim qorunmuş kənd kimi bir yerdir yəni. Məsələn, bu hissəyə baxın, yol. Deməsən bura baxın, tamamilə fərqli bir yerə yaradıbdılar, elə bilin ki. Belə evlər, belə yollar var burada. Qədim şəhər. Belə məhəllənin, məsələn, bura Dəmirçi Bazar məhəlləsidir və onun haqqında məlumatlar var. Bu şəkildə belə gedir. Fərqli bir şey olduqca göstərəcəm. Burada dam bulağıdır. Hətta rayonlarda birisi bulaqlar çoxdur. Bu şəkildə bir bulaqdır. İnsanlar var, çox şey eləmirəm. Belə. Burada Baskal Vintage deyə bir kiçik bir zona yaradıbdılar. Aydın görünəcək indi. Belə maraqlı dipçiyə falan qoyubdular. Amma içini bilmiyoruz. Burada o tərəfə də bağa deyəsən girişdə də kimsə bağıdır deyə qoymayıblar. İndi isə giririk buradan, dümdüz bazar meydanı. Ümumiyyətlə küçə dümdüz gedir. Yəni hər hansı bir yol yoxdur. Düpbədüz gedirsən və sırayla bu yol ki bazar meydanına çıxacaq. Bura deməli əvvəl dustaqxana olubdu. Tarixi dustaqxana bu bina. Sovet İttifaqının ilk illərində siyasətdən təqib olunan şəxslər bu evin zirzəmisində saxlanılırdı. Vay. Bu hissədə belə təbii otların, içkilərin, bal, mürəbbə tipli şeylərin satıldığı bir yerdir. Adı yoxdur. Bunun tərəfidir dərsəm turizm informasiya mərkəzi. Biraz da yuxarı qalxandan sonra burada yeməkxana bölməsi var. Yəqin ki, bura restoran olaraq gedir. Belə küçədə qalxır. Və gəldik, çatdıq. Bura bazara. Baskal bazarı. Burada keramika sənəti, Baskal məhsulları, halva, kəlağayı, buta olaraq yan-yana belə mağazalarda hansı ki, qədimi, maraqlı məhsullar satılır. Qiymətlərlə də bağlı hər ki bir məlumatım yoxdur. Burada Baskalın qoca çınar ağacı. Ağacın altına bax, girək ağacın altına, gəl. Şəkil çəkdirməyə girdilər. Əziz xanım Füzabə xanım bizi səhərdən deyir ki, Baskal maraqsızdır, Baskala getməyin. Orada heç nə yoxdur. İndi gəl belə. Maraqsızdır demədim. Burada belə şey də var. Mən ora getmişəm. Bir də getmirəm. Bir də getmək istəmirəm. 15 Belə nəfər siz getməyin, çünki mən Amma maraqsız demədim. Çünki bir turla gəlmişdim mən. Çox da vaxt verməmişlər də. Biz ona görə çox gəzə bilməmişik. Məsələn, hamam var burada. Onun xəbərim yox imiş. Hə, belə şeylər. Nə qədər vaxt vermişlər ki? 1 saat vermişlər deyiz. Bir yarım saat yarım. Rahat. Allah. Neyse. Bəli, bura yol kənarında bir restorandır. Çox qəşəngdir. Biz də yerləncəkdə yerlənirik. Səhərdəki videodakı halım və indi nə gündəyəm mən? Nə gündəyəm mən sizə bax, yerləncəyimizə baxın.